Sual verən məsələlər kəsirə aid məsələlərdir. Yük maşında 30 yeşik meyvə var idi. Onun 5də birini götürdülər. Yük maşında neçə yeşik meyvə qaldı? Biz ilk öncə sxem çəkirik. Bu formada sxemlər çəkəndə uşaqlar daha rahat və aydın şəkildə məsələnin izahını anlayırlar. Bizə 5də 1, yəni 5 hissədən ibarətdir. 1 hissəsini götürüblər. Biz də 1 hissəsini rəng edirik. 2 yazılsaydı burada 2 hissəsini rəng edirik və yaxud da çox. 5də 1 bizə də veriblər 30 yeşik. Biz də 30-u bölürük bu 5-ə, yəni 5 hissəyə. 5 hissəyə böləndə 6 eləyir. Və biz bilirik ki, hər hissəyə 6 yeşik düşür. Birinci sual belədir. Neçə yeşik meyvə götürdülər? Biz də 6-nı vururuq 1 hissəyə. Tapırıq götürülən, çünki 5də 1 idi. Bu da eləyir 6 yeşik. İkinci sualımız da belədir. Neçə yeşik meyvə qaldı? 1, 2, 3, 4. 4'ü vururuq 6-ya. Eləyir 24. Cavabı tapmış oluruq. 24 yeşik meyvə yük maşınında qalıb. Bu tip sxemlə uşaqları başa salanda onlar daha aydın və rahat anlayırlar və məsələləri tək başına öhdəsi